Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən paytaxtın bəzi ərazilərində avtobus zolaqlarında minik avtomobillərinin sərnişinlərinin minib düşməsi üçün şərait yaradılır. Belə yerlərdən biri də Cəfər Cabbarlı küçəsindədir. Ancaq bəzi sürücülər minib düşmə yerlərində cərimə olunacaqlarını düşünərək avtomobilləri mikromobillik zolağında saxlayır. Bu isə həm qayda pozuntusudur, həm də təhlükəsizlik baxımından düzgün deyil. Sürücülər nəzərə almalıdır ki, bu ərazidə yalnız sərnişinləri düşürüb mindirmək olar. Burada parklanma etmək qadağandır. Ayna tərəfindən xüsusi hərəkət zolaqlarında minik avtomobillərinin sərnişinləri üçün minib düşmə yerlərinin yaradılması davam etdirilir. Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan minib düşməyə imkan yaratmaqdır. Minib düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevr etmə qaydalarına əməl edilməlidir. Bildiyiniz kimi, ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti üçün ayrılmış bəzi xüsusi zolaqlarda adamların minib düşməsi üçün də müvafiq yerlər ayrılmışdır. Lakin təəssüflə qeyd etməliyəm ki, bəzi sürücülər tərəfindən yaradılmış şəraitdən sui-istifadə hallarına yol verilir. Nəqliyyat vasitələrini saxlayaraq avtobusların hərəkətinə maneə yaradırlar ki, bu da öz növbəsində inzibati məsuliyyət yaradır. Belə hal aşkar edildiyi təqdirdə sürücü barəsində qanuna müvafiq tədbirlər görülür.